Kanalın üstündə fikir verirsiniz qabarcıqları. Bunlar hərflərdir. Burada yazılıb ki, I love Rotterdam. Gəlmişəm Rotterdamın limanına, çay limanına. Avropada ən böyük limanlardan biridir bu liman. Erasmus körpüsüdür. Orada da amfibiya avtobusları var. Bu tərəfdə də Euromastdır arxa tərəf. Buradan altdan tunel gedir. Suyun altı ilə, kanalın altı ilə tunel gedir digər sahilə. İndi həm tunelə giriş buradandır. Tunelə düşürsən. Deməli tunel 2 hissədən ibarətdir. Bir var piyada getmək istəyənlər üçün yol. Bu sırf piyada getmək istəyənlər üçün yoldur. Digəri velosipedlə getmək istəyənlər üçün yol. Yəni səsə vermişik onu. Hoppa! Tuneldən çıxdım. İndi hardan gəldiyimi göstərəcəm. Suyun dibi, burada su kanaldır. Kanal. Bax. Bu kanalın altı ilə çəkilmiş tuneldir. Orada bax görürsüz. Bax oradan tunel başlayır. Bax o ağ binadan tunel başlayır. Düz gəlir və bura qədər. Ləzzətli ingilisin aksentim var axı. Sorry man, excuse me. Where is amphibia bus? What? Amphibia bus. Amphibia. Done. Okay, thank you. Aksentim aktarıyorum. Where is? Excuse me, amphibia bus. Where is? Bilmiyorum. Amphibia busları aktarıram. Bu da bir mühəndislik möcüzəsidir. Böyle tapabilsik. Nədir o? Avtobuslardır. Girirlər suyun içine. Suda bir tur vururlar. Sonra da çıxırlar quruya. Həm quruda gəzir avtobus, həm suda. Mənzərəyə baxın. Allah haqqı. Möhtəşəmdir. Çox ləzzət edir. Rotterdamın mənzərəsidir bu. Ay, gəmiyə basın. Çox qəşəng görsənir, ona görə deyirəm.